İgidimiz. Hoş geldin. Hoş geldin İlkinim. Hoş geldin. İlkin, çox sağ ol gəlişin üçün. Sən bizə o qədər böyük bir şərəf verdin ki. Yox, əstəğfurullah demə. Sənin bax bu ümumiyyətlə sən və sənin kimi bizim 10 minlərlə, 100 minlərlə oğullarımız var olsun. Hamınız var olasınız. Bax, su qovuşanda sən bir tarix yazdın. Eyni zamanda digər qardaşlarımız kimi böyük bir tarix var. Bilirsiniz, bir təpik hər yerdə bu qədər uğur qazana bilmir də. Təpik təpikdir, bilirik. Baxır harda, kimə, nəyə, necə, hansı formada vurursan o təpiyi. Və İlkin bugün tək gəlməyib bizim studiyamıza. Azərbaycan Vahid Döyüş Sənətlər Mərkəzinin idmançılarıyla, qəhrəmanlarıyla, Səmədlə bərabər gəlibdir. Sərhəd Quliyev. Hoş geldiniz Sərhəd. Biz hər bir idmançımızı salamlayırıq. Əyləşin lütfən, əyləşin, əyləşin. Bütün idmançılarımızı salamlayırıq. Gəlin bura dostlar, gəlin bura. Bura yığışaq, bura gəlin zəhmət olmasa. Maşallah olsun. Bax, bu oğullarımız bizim sabahımızdır. Bu cavanlarımız bizim gələcəyimizdir. Sağlam gələcəyimizdir. Düşüncəli gələcəyimizdir və qeyrətli gələcəyimizdir, igid gələcəyimizdir. Bu torpaq heç bir zaman basılmaz ən azı. Bunlar var, sizin davamçılarınız var. İlkin, bir yaxın gəl, bir danışaq bir sənə. Deyirəm ki, oradakı hərəkətlərə bax, buradakı sakitliyə və süsliyə bax. Hər kəs öz məkanında, belə deyək də, necə həkim cərrahiyyə masasında və cərrahiyyə otağında, xəstəxanada daha ürəkli olur, aparıcı meydançasında, döyüşçü də öz meydanında belə ürəkli olur. Necə də hakimlər, vəkillər, eyni zamanda psixologlar, hər kəs öz məkanında daha ürəkli olur da. İlkin, çox sağ ol gəldiyinə görə. Mən təşəkkür edirəm sənə, qardaş. Minnətdaram ki, bax, bu marafonda iştirak edirsən və istəyərdim sən də səslənəsən xalqımıza, bax, səni sevənlərə, sənin bir jestinə, belə deyək də, öpüb o ekranı gözünün üstünə qoyan bütün insanlara səslənəsən buradan. Əvvəla, yəni, bura gəlmək borcumuzdur. Yəni, həqiqi məndə hər birimizin borcudur. Yəni, burada sırf hansısa bir məbləğlərdən və yaxud da nəsə bir şeylərdən söhbət getmir. Adi 1 manatın özü olsun, hər hansı bir paketin üstü düzəlir, nəsə bir şəxsə yardım olur.